Fason Radyo. Merhaba değerli dinleyicilerimiz. Bugün 15 Ekim 2025 Çarşamba. Bakü Stüdyosu'ndan herkese merhaba. Fason Radyo'da Azerbaycan'dan Haberler programına hoş geldiniz. Ben Özlem. Ben de Ali. Bütün dinleyicilerimize salamlayıram. Ali günaydın. Bugünkü notların ilk sırası gerçekten sarsıcı. Azerbaycan siyasetinin en güçlü isimlerinden biri, eski Cumhurbaşkanlığı İdaresi Başkanı Ramiz Mehdiyev ev hapsine alınmış. Bu çok büyük bir gelişme. Bəli Özlem xanım, çox ciddi bir xəbərdir. 24 il bu vəzifəni icra edən Ramiz Mehdiyev haqqında cinayət işi başlanıb və o ev dustaqlığına göndərilib. Hansı maddələrlə ittiham olunduğu hələ ki tam açıqlanmır. Bu xəbərin mənbəyi Azadlıq Radyosudur. Onu da bildirim ki, müxalif yönümlü bir media orqanıdır. Bir saniye Ali, ev dustaklığı dedin. Bizdeki ev hapsiyle aynı anlama geliyor sanırım, değil mi? Dustak kelimesi bizde pek kullanılmıyor. Bəli, tamamilə doğrudur. Dustaq bizdə məhbus, yəni həbisdə olan şəxs deməkdir. Ev dustaqlığı da sizin ev hapsi dediyinizdir. Çox doğru təxmin etdiniz. Anladım, teşekkür ederim. Siyasetin zirvesinden ev hapsine. Gerçekten de inanılmaz. Dış siyasete geçelim istersen notlardan. İngiltere, Azerbaycan ve Ermenistan'a yönelik silah ambargosunu kaldırmış. Barış süreciyle ilgili bir gelişme anladığım kadarıyla. Elə də, Böyük Britaniya hökuməti iki ölkə arasındakı sülh prosesində əldə olunan irəliləyişi əsas gətirərək embargonu tamamilə ləğv etdiyini açıqlayıb. Artıq hərbi təyinatlı məhsulların ixracı üçün müraciətlərə ayrı-ayrılıqda baxılacaq. Bu da Meydan TV-nin xəbəridir. Bu haberle bağlantılı bir gelişme daha var notlarında. Agit Minsk grubu resmen lağvediliyormuş. Bu da bir devrin sonu demek sanırım. Bəli, Qarabağ münaqişəsinin həlli üçün 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupunun ləğv edilməsi prosesi bu ilin dekabrında tamamlanacaq. Qərar Azərbaycan və Ermənistanın ortaq müraciəti əsasında verilib. Bu problemin həllində yeni bir mərhələnin başlanğıcıdır. Anlıyorum. Notlarda Rusya Devlet Başkanı Putin'in bir açıklaması dikkatimi çekti. Aliyev'le büyük planlarımız var demiş. Bu biraz iddialı bir cümle. Bəli, BBC Azərinin xəbərinə görə Prezident Putin, Prezident İlham Əliyevlə həqiqətən də böyük planları olduğunu və bunları həyata keçirəcəklərini söyləyib. İki ölkə arasında gərginliyin geridə qaldığını və irəliyə baxmaq lazım olduğunu vurğulayıb. Büyük planlardan büyük paralara geçelim o zaman. Türkiye'ye yapılan doğal gaz ihracatından elde edilen gelir artmış. Hacim düşerken gelirin artması enerji fiyatları sağ olsun diyelim. Nələdir? Trend agentliyinin məlumatına görə 2025-ci ilin ilk 8 ayında Türkiyəyə qaz ixracının həcmi bir qədər azalsa da, enerji qiymətlərindəki artım sayəsində gəlir 1,5 milyard dollardan 1,8 milyard dollara yüksəlib. Ali, dün de gazeteci davalarını konuşmuştuk. Bugün de notlarında tutuklu gazeteci Ülviye Ali'nin bir mektubu var. Bir ABD senatörüne yazmış. Bəli, Meydan TV işi çərçivəsində həbsdə olan jurnalist Ülviyə Əli Quliyeva, ABŞ senatoru Cin Şahinə məktub göndərib. Məktubunda həqiqət uğrunda mübarizə apardıqları üçün həbsdə olduqlarını və insan haqqları məsələsinin iqtisadi maraqlara qurban verildiyini ifadə edib. Anlıyorum. Programı kapatmadan biraz da şehir hayatına dönelim. Bakü'deki taksi sayısına bir sınırlama getiriliyormuş. Bu bizim İstanbul'da yıllardır konuştuğumuz bir mesele. Bəli, Nazirlər Kabineti paytaxt Bakıda fəaliyyət göstərən taksilərin sayına məhdudiyyət qoyulması barədə qərar qəbul edib. Məqsəd tıxacları azaltmaq və xidmətin keyfiyyətini artırmaqdır. Mehdudiyet, bizdeki mahdut yani sınırlı kelimesinden geliyor sanırım. Trafik yoğunluğunu azaltmak için ilginç bir adım. Ali, bugünkü notlar için çok teşekkürler. Yine dop doluydu. Mən təşəkkür edirəm Özlem. Fasoklu Radyo'da Azerbaycan'dan haberlerin bugünlük sonuna geldik. Yarın yine aynı saatte buluşmak üzere. Hoşça kalın. Fason Radyo.